İmanın gücü. Ucqar dağ kəndlərinin birində Allaha ibadət edən bir odunçu yaşayırdı. O, Allahın əmr etdiyi fərz ibadətləri yerinə yetirər və ailəsini dolandırmaq üçün halal qazanclardan biri olan odunçuluqla məşğul olardı. Odunçu Allaha şərik qoşmağın ən böyük günah olduğunu bildiyi üçün heç vaxt Allahdan başqa digər varlıqlardan yardım istəməmişdi. Bir gün odunçu, qonşu kənddəki insanların mömin bir insanın qəbrinin üstündə bitmiş bir ağacı ziyarət edərək ondan yardım diləmələrini eşidir. Bunu eşidən odunçu çox qəzəblənir. Necə olur ki, bu insanlar yeri, göyü və bütün kainatı yaradan Allahdan yox, quru bir ağacdan yardım umurlar. İnsanların Allahın yolundan azıb şeytana uymaqları odunçunu çox qəzəbləndirmişdi. Düşündü ki, gedib o ağacı kəssə, insanlar şeytanın yolundan uzaqlaşıb Allaha yaxınlaşacaqlar. Həm də ağacı gətirib bazarda satıb, ailəsinə çörək pulu qazanar. Amma başlıca məqsədi Allahın razılığını qazanmaq idi. Odunçu baltasını götürərək o ağacı kəsməyə getdi. Yolda qarşısına çox eybəcər sifətli bir kişi çıxdı. "Hara gedirsən?" deyə kişi odunçudan soruşdu. Odunçu əhvalatı kişiyə danışdı. Bu kişi odunçuya tərs-tərs baxaraq dedi: "Mən şeytanam və sənə izin verməyəcəyəm ki, sən o ağacı kəsəsən. Çünki mən illərdir əziyyət çəkərək insanları Allahdan uzaqlaşdırıb o ağaca yönəltmişəm. Onlar uzun müddətdir ki, həmin ağacdan mədət umaraq Allahdan uzaqlaşıb mənimlə dostluq edirlər." Odunçu daha da qəzəblənərək şeytanın yaxasından tutdu. Onu asanlıqla yerə yıxaraq baltanı boğazına dayadı. Şeytan dedi: "Sən məni öldürə bilməzsən, çünki Allah mənə qiyamətə qədər möhlət verib. Gəl səninlə aramızda bir anlaşma olsun. Sən ağacı kəsmək fikrindən daşın və evinə geri dön. Mən də sənə hər gün bir qızıl verim. Həm də sənin nəyinə lazım ki, kim ağacdan mədət umur, kim ölmüş insanlardan mədət umur. Sən o ağacı kəssən də, kəsməsən də, biz başqa bir ağacı və ya məzarı insanlara ziyarətgah edərək onları Allahın yolundan azdıracaq. Sən hər səhər yuxudan oyandıqda yastığının altına bax, qızılın orada olacaq. Allah insanları imtihan etmək üçün onlara nəfs vermişdir. Nəfis şeytanın dostudur. Şeytan da həmişə insanın nəfsindən istifadə edərək onu yoldan çıxarmağa müvəffəq olur. Odunçu da nəfsinin qurbanı olur. Şeytanla razılaşıb evinə geri dönür. Gecəni yatır və səhər oyandıqda yastığının altına baxır. Həqiqətən də qızıl oradaydı. Odunçu qızılı götürərək bazara gedir və yaxşı bir bazarlıq edir. Axşam olur, odunçu yenə yatır. Səhər açıldıqda yastığının altına baxır ki, qızıl yoxdur. Hər tərəfi ələk-vələk edir, amma qızılı tapmır. Fikirləşir ki, yəqin şeytan unudub, qızılı gətirməyib. Axşamın düşməsini səbirsizliklə gözləyir. Axşam olur, odunçu yatır və səhər oyanaraq tez yastığının altına baxır. Qızıl yenə yox idi. Şeytan onu aldatmışdı. Odunçu həddindən artıq qəzəblənərək baltasını götürüb yenə həmin ağacı kəsməyə getdi. Fikirləşdi ki, şeytan yenə onun qarşısını kəsəcək. Mən də ona məni aldatdığına görə həddini bildirəcəyəm və gedib ağacı kəsəcəyəm. Belə də oldu. Şeytan yenə həmin yerdə odunçunun qarşısını kəsdi. Odunçu, "Sən yalancısan, məni aldatdın" deyib şeytanın üstünə atıldı. Bu dəfə şeytan odunçunu çox asanlıqla yerə yıxaraq sinəsinə çöktü. Odunçu təəccüblə şeytandan soruşdu: "Axı mən səni keçən dəfə çox asanlıqla yerə yıxdım. Necə oldu ki, indi sən mənə qalib gəldin?" Şeytan ona dedi: "Keçən dəfə sən Allah rızası üçün ağacı kəsməyə gedirdin. İmanın çox güclü idi. İnsanların imanı çoxaldıqca şeytanlar onların qarşısında çox zəifləyir.
Ona görə də sən güclü idin, mən isə zəif idim. Dünyadakı bütün şeytanlar bir araya gəlsəydik belə, sənə qalib gələ bilməzdik. Amma bu dəfə isə sən, mən qızılı sənin yastığının altına qoymadığım üçün qəzəblənərək, nəfsinə uyaraq gəldin. Ona görə də mən səndən güclü oldum və sənə qalib gəldim. Odunçu nəfsinə uyaraq şeytana təslim olduğu üçün çox peşman oldu. Ey müsəlmanlar! Siz də nəfsinizə uyaraq, insanların düşməni olan şeytana təslim olmayın. Ömrünüz boyu dünyasını dəyişmiş, əməl salih bir insandan və ya hansısa bir ağacdan mədət ummayın. Yalnız və yalnız güc və qüdrət sahibi olan Allahdan yardım diləyin. O, duaları eşidəndir və çox mərhəmətlidir.